Papaq sadəcə baş geyimi kimi deyil, namus, qeyrət, kişilik rəmzi kimi qəbul olunurdu. Papaq kişinin namusu kimi qəbul olunsa da, indi onun adına çay evi falan açıb pul qazanmaq üçün papağın altında qadınları belə oynadırlar. Məsələn, bir ailədə problem olardısa, bir başı papaqlı kişi tapılmadı ki, onu həll edə və s. kimi qürur söhbətləri var idi. Hətta milli kimliyimiz olan Dədə Qorqud dastanında igid döyüşdə məğlub olarsa, papağını itirmək, namusunu itirmək demək idi. Başı papaqlı kişilər həmişə qadına, ana, bacı, namus kimi yanaşıb qorumağa çalışırdı. İndi isə papağı başına yox, çay evinə taxan qadınların bədənlərini oynadaraq müştərilərə həzz aldırır, içki satıb, sərxoş etdirərək ehtiraslandırır və çoxlu pullar qazanır. Hər zaman bölgələrimiz və Bakı eləcə də Bakılılar papağa, qadına xüsusi önəm verib. Sizcə milli mənəvi dəyərləri, adları, qadınları belə formaya gətirmək normaldırmı? Pul qazanmaq üçün belə hərəkət etmək düzgündürmü? Papaq hər bir kişinin namusudur, qeyrətidir. Bir şərəf kişiyə deyərlər ki, papaq bu vermə.